Zati aliləri, cənab prezident, hörmətli nazirlər, xanımlar və cənablar, kütləvi informasiya vasitələri nümayəndələrini salamlayıram. Əvvəlcə cənab İlham Əliyevə Gürcüstana gəlişinə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. O, Gürcüstanın əziz dostudur və onun Gürcüstana gəlişi hər birimiz üçün xüsusi şərəfdir. Sizi Gürcüstanda qəbul etmək və həm iki tərəfli əməkdaşlıq məsələlərini, həm də regionda gedən prosesləri müzakirə etmək imkanına malik olduğum üçün məmnunam. Fürsətdən istifadə edərək bütün Gürcüstanın Katolikos Patriarxı, İkinci İlyanın vəfatı ilə bağlı başsağlığı verdiyiniz və şəxsən sizin və Azərbaycan xalqının ifadə etdiyi rəğbətə görə bir daha təşəkkür etmək istəyirəm. Bu dəstəyi xüsusilə yüksək qiymətləndiririk. Xalqlarımızı əsrlər boyu davam edən xüsusi tarixi dostluq, mehriban qonşuluq münasibətləri birləşdirir və bu münasibətlərin məntiqi ifadəsi dövlətlərimiz arasında strateji tərəfdaşlıqdır. Bu tərəfdaşlığın münasibətlərimizin, dostluğumuzun müxtəlif istiqamətlərdə dinamik şəkildə inkişaf etməsindən məmnunuq. Bütün bunlarda şəxsi səylərinizi və iştirakınızı xüsusilə yüksək qiymətləndiririk, cənab prezident. Həmçinin bu münasibətlərin inkişafına xüsusi töhfə verən nümayəndə heyətlərinin üzvlərinə, nazirlərimizə, hökumət nümayəndələrimizə, səfirlərimizə təşəkkür etmək istərdim. Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edən Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz güclü dəstəyə görə sizə təşəkkür etmək istəyirəm. Müstəqilliyinin bərpasından bəri Gürcüstan həmişə Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub və olacaq. Bugünkü görüş çərçivəsində həm iki tərəfli münasibətlər, həm də bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini alqışlayırıq. Gürcüstan bölgədə dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və yeni təşəbbüsləri qətiyyətlə dəstəkləyir. Lazım gələrsə, bu münasibətlərin inkişafına həmişə müsbət töhfəmizi verməyə, dialoqu və sülh prosesini təşviq etməyə hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığımız bütövlükdə regionumuz üçün yeni perspektivlər yaradır. Qlobal siyasi dəyişiklikləri müşahidə edirik və bu dəyişikliklər Qara Dəniz və Cənubi Qafqaz da daxil olmaqla orta dəhlizin strateji məkan kimi əhəmiyyətini daha da artırır. Asiya və Avropanı birləşdirən körpülər kimi ölkələrimiz bağlantı baxımından əsas rol oynayır və bu kontekstdə nəqliyyat və logistika infrastrukturunun inkişafına və modernləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Gürcüstan və Azərbaycan dəfələrlə beynəlxalq enerji və nəqliyyat layihələrində də daxil olmaqla etibarlı və məsuliyyətli tərəfdaş olduğumuzu sübut ediblər. Görüş zamanı ticarət, iqtisadi əməkdaşlıq perspektivlərini də müzakirə etdik. Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalmasından məmnunuq. Ticarət iqtisadi münasibətlərin, o cümlədən investisiyaların artırılması istiqamətində əməkdaşlığın daha da dərinləşəcəyini gözləyirik. Yüksək səviyyəli dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu ifadə etdik. Əminəm ki, gələcəkdə əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək və Prezident İlham Əliyevin səfəri bütün bunlarda xüsusi rol oynayacaq. Hörmətli baş nazir, əziz dostlar, dəvət və qəbul üçün sizə, cənab baş nazir, təşəkkürümü bildirmək istəyirəm. Qardaş Gürcüstana gəlmək həmişə böyük şərəfdir. Əminəm ki, səfərim qardaşlıq münasibətlərimizin inkişafına daha bir təkan verəcək. Bugün müzakirə etdiyimiz məsələlər bir daha vurğulayır ki, Gürcüstan və Azərbaycan bir yerdədir, vahid ruhla doludur. Tarixi köklərimiz bizə iki tərəfli əməkdaşlığı daha da dərinləşdirmək imkanı verir. Əsrlər boyu belə olub və bu belə də qalacaq. Müstəqil suveren ölkələr olaraq dostluq,
qonşuluq və qardaşlıq münasibətləri yolu ilə inkişaf edirik və regionumuzu uğurla inkişaf etdiririk. Fürsətdən istifadə edərək, cənab baş nazir, sizi və hökumətinizi nailiyyətləriniz münasibəti ilə təbrik edirəm. Gürcüstan dinamik şəkildə inkişaf edir. İqtisadi artımı çox nəzərə çarpır. Siz ölkədə çox əlverişli investisiya mühiti yaratmışsınız və bir çox xarici investorlar, o cümlədən Azərbaycan investorları bu uğura əlavə töhfə vermək üçün çox yaxşı mühitə sahib olacaqlar ki, bu da siyasi sabitliyə və iqtisadi artıma daha da töhfə verəcək. Siz Gürcüstan hökumətinin siyasətinin Gürcüstan əhalisinin rifahı naminə inkişaf edəcəyinə zəmanət verirsiniz. Bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsindən məmnunuq. Bütün beynəlxalq təşkilatlarda hər ikimiz bir-birimizin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərimizin toxunulmazlığını dəstəkləyirik. Bu, qədim zamanlardan bəri belə olub və gələcəkdə də belə olacaq. İqtisadi sahədə böyük nailiyyətlər əldə etmişik. Səfərimdən əvvəl əməkdaşlığımızın statistik məlumatlarına baxdım və Gürcüstanda milyardlarla dollar xərclənir, artım təsirli olur. Birinci rübün rəqəmləri bunu təsdiqləyir. İlin sonuna qədər bir neçə milyardı keçəcəyik və investisiya mühiti biznesə investisiyaları daha da artırmağa imkan verir. Ölkəmizdən Gürcüstan iqtisadiyyatına artıq 3,6 milyard dollar investisiya qoyulub və bugün yeni imkanlar, yeni investisiya layihələri haqqında danışdıq. Üçüncü ölkələrə birgə investisiyaları nəzərdən keçirə bilərik. Regional təhlükəsizlik, mövcud vəziyyət haqqında danışdıq. Cənubi Qafqazda yaradılan yeni reallıq da istisna deyildi. Bu bölgədəki ölkələr sülhə, sabitliyə və təhlükəsizliyə diqqət yetirməlidirlər. Çünki bu prinsiplər dünyanın müxtəlif yerlərində pozulur və bu bizim üçün sarsılmaz qalmalıdır. Oxşar hadisələr bölgəmizə təsir etməməlidir. Cənubi Qafqazda biz sülh, sabitlik və əməkdaşlıq bölgəsiyik. Xüsusilə Gürcüstanın həlledici rolunu vurğulamalıyam. Cənab baş nazir, siz bizimlə Ermənistan arasında inkişaf edən sülh prosesi haqqında danışdınız. İmzaladığımız müqavilələr kifayət deyil. Çünki gələcəkdə hər bir addım bu sülhü gücləndirməlidir. Bu görüşlər, bu səfərlər məhz buna xidmət edir. Biz Ermənistanla münasibətlərə Gürcüstan vasitəsilə başladıq və dəstəyinə görə Gürcüstan hökumətinə təşəkkür edirəm. Enerjiyə gəldikdə isə uzun illərdir ki, Azərbaycan enerji təhlükəsizliyinin etibarlı tərəfdarı olub. Bugün təbii qazımız 16 ölkəyə ixrac olunur. Lakin ixrac Gürcüstandan və Gürcüstan vasitəsilə başlayır. Gürcüstan bu marşrutda Azərbaycanın beynəlxalq bazarlara enerji ixrac etdiyi ilk ölkədir. Həmçinin Xəzər dənizindən Azərbaycan neft və təbii qaz ehtiyatları Gürcüstana daxil olur. Mövcud infrastruktur haqqında danışdıq. Son 2-10 illikdə Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub qaz dəhlizi uğurla fəaliyyət göstərir. Bu infrastruktur bir çox ölkə üçün çox vacibdir. Biz həmçinin nəqliyyat dəhlizləri yaratmış, inkişaf etdirmiş və genişləndirmişik. Orta dəhliz Azərbaycan və Gürcüstandan keçəcək. Bizim üçün bu, möhkəmlənməsinə və inkişafına böyük ümid bəslədiyimiz ən vacib arteriyalardan biridir. Ümumiyyətlə, gündəliyimiz çox geniş miqyaslıdır. Ona yeni mövzular və layihələr əlavə olunur. Bütün bunları birgə səylərlə həyata keçirəcəyik. İki tərəfli münasibətlərimiz bütün qonşu dövlətlərimiz üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanır. Biz ortaq maraqlara və dostluğa qayğı göstəririk. Bunlar mehriban qonşuluq və qardaşlıq münasibətləridir. Əminəm ki, biz həmişə bu uğurlu yolla gedəcəyik. Qardaş Gürcüstan xalqına sülh, sabitlik və firavanlıq arzulamaq istərdim.